Salam Xanlar müəllim. Alo, Xanlar müəllim salam. kimdir bu? Məhəmməddir. Hər pəxolluqdur bura. Bəli, hərbi prokurorluqdur. Mən də Xanlar Vəliyevə zəng etmişəm. Nömrəsi burada yazılıb. Nə ilə bağlıdır qardaş? Sual vermək istəyirdim ki, Tərtər hadisələrində törədilən cinayətlərə görə Xanlar Vəliyev heç vicdan əzabı çəkirmi? Qardaş, bu sizə nömrə verirəm zəhmət olmasa. Demək 498. Üzr istəyirəm də yazır. Alo, Bəli, 498 59 59 17. 17. Təşəkkürlər, minnətdaram. Sağ olun. Zəng edim görüm mənim sualıma cavab verə biləcək. Görüm Xanlar Vəliyev heç törətdiyi cinayətlərə görə o tökülən anaların göz yaşına görə vicdan əzabı çəkir yoxsa yox? Götürmədilər. Mən hələ də sualıma cavab axtarıram. Xanlar Vəliyev, bilirəm ki, bu videonu izləyəcəksən. Sənə sual verirəm. Tərtər hadisələrində törətdiyin cinayətlərə görə vicdan əzabı çəkirsənmi? Orada tökülən qanlara görə, anaların göz yaşına görə, atasız qalan övladlara görə çəkirsən heç olmasa vicdan əzabı? İnanmıram çəkəsən. Çünki sən namussuzsan, əxlaqsızsan, vicdansızsan. Məndən bugünlük bu qədər. Məmurların ifşası davam edir. Videonu bəyənib paylaşın ki, daha çox insan bu videonu izləsin. Hələlik.